Gəlin baxa görə turizm Azərbaycanda kifayət qədər inkişaf edirmi? Türkiyə 60 milyardlıq bir gəlirlə turizmin Orta Şərqdə ən çox inkişaf etmiş bir sahəsi sayılır. Dubay turizm mərkəzi kimi tikildi, amma indi iqtisadiyyatın paytaxtı sayılır. Dünya iqtisadi mərkəzlərindən biri sayılır. Amma Azərbaycanda biz bunu yarada bilmədik. Yaxşı, pis bu və digər dərəcədə yay turizmi Azərbaycanda inkişaf edib. Amma o da şəxsi sahibkarların hesabınadır. Turizmin o qədər qolları var ki, etno turizmdən tutmuş, mətbəx turizmdən tutmuş, tibbi turizm, coğrafi turizm və s. Bunların heç biri demək olar ki, Azərbaycanda inkişaf etməyib. Bir restoran tikməklə, bahalı 5 ulduzlu otel tikməklə turizmin inkişaf etdirməyi düşünürsə, yanılırsınız. Bu zaman yalnız beynəlxalq turistlərə ünvanlanan hansısa bir iqtisadi hadisəni fikirləşə bilərsiniz, modeli fikirləşə bilərsiniz. Amma daxili turistlər 5 ulduzlu oteldə gedib istirahət etməzlər. Daxili turizm inkişafı ilə bağlı Azərbaycanda kəskin sürətlə qiymətlər aşağı salınmalıdır. Həm qida məhsulları, həm xidmət, həm logistik mərkəzlər yaradılmalıdır. Bununla bağlı Turizm Agentliyi demək olar ki, heç nə etmir. Dövlət Turizm Agentliyində bilirsiniz ki, müəyyən hadisələr baş vermişdi. Onlarla qədər bir çox vəzifəli şəxslər həbs edildi. Dövlət Turizm Agentliyi hər il layihələr elan edir, amma o layihələrin səviyyəsi nə qədərdir, kimlərə verilir, hansı QT-lər və iş adamları o layihələrdən bəhrələnir və nələrsə yaradırmı? Və bununla bağlı çox böyük suallarımız var. Turizmə əhalinin geniş təbəqələrini biz qoşmalıyıq. Nə qədər ki, turizm qiymətləri bahadır, heç kim gedib bölgələrdə və yaxud iqtisadi zonalarda nə turizm mərkəzləri açar, nə ora sərmayə qoyar, nə də ki, əhali gedib orada istirahət edər. Ona görə də bizim milyardlarla turizm kapitalı axır qonşu ölkələrə, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna, indi Ukraynada müharibə gedir və digər ölkələrə. Bunun qarşısını almaq üçün təcili sürətdə turizmin inkişafı ilə bağlı yeni, innovativ, kreativ bir proqram qəbul edilməlidir və bu proqram nəticəsində birincisi minimum həm uçuş qiyməti, təyyarə uçuş qiymətləri aşağı salınmalıdır, sərhədlər açılmalıdır, həm də digər xidmət sahələrinin qiyməti də aşağı salınmalıdır.